Bildiyimiz kimi Midjourney yüksək keyfiyyətli şəkilləri ən yaxşı şəkildə yaradan AI platforması. Normalda ödənişli olan bu süni intellekti indi sizə necə pulsuz şəkildə istifadə edə biləcəyinizi başa salacağam. Midjourney daha böyük auditoriyanın istifadəsinə açılır və bu Meta şirkəti üzərindən olacaq. Bu o deməkdir ki, daha çox insan öz kreativ fikirlərini təsvirə çevirə biləcək, şəklə çevirə biləcək. Bildiyimiz kimi Meta AI WhatsApp və Instagrama əvvəlcədən gəlmişdi. Hələ ki hər kəsdə olmaya bilər, amma Instagram və WhatsAppda bu var və hər kəsin pulsuz istifadə edəcəyi bir veb saytı var. Meta AI. Bu sayta daxil olub Facebook'la və ya e-posta yolu ilə qeydiyyatdan keçdikdən sonra açılan səhifədə öz sadə promptumuzu yazaraq bir şəkil əldə edirik və bu şəkli yaratdıqdan sonra bizə 4 fərqli versiya təklif edəcək və bu şəkillər gördüyümüz kimi tam da Midjourney tərzindədir. Bu səhifədə bəyəndiyimiz şəkli seçib, sağ tərəfdə bu şəklin stilini dəyişə bilərik. Əlavə olaraq prompt yazıb başqa şeyləri də dəyişə bilərik. Aşağıda isə animasiya et bölümünə tıkladıqda bu şəkli video və animasiya halına gətirir. Və bu etdiklərimizin hamısı hələ ki pulsuz şəkildə bizə istifadəyə verilir. Və bu cür süni intellekt məlumatlarının davamı üçün videonu bəyənib məni izləməyi unutmayın.